Azərbaycan və Ermənistan prezidentləri zaman maşını ilə 90-cı illərin əvvəllərinə getmək istəsələr də, düyməni səhv basıb 1501-ci ilə gedib. Və bundan sonra onların başına maraqlı hadisə gəlir. Təhlükəsizlik xidməti əskərləri onları tutub şahın hüzuruna gətirirlər. Kimsiniz siz bu qəribə libaslı bəndələr? Nə növrağıdır bu? Niyə başınızda əmmamə yoxdur? Əyninizdəki bu dar qabalar nədir? Şah həzrətləri, biz Azərbaycan və Ermənistan rəhbərləri uzun yol gəlmişik, deyəsən səhvən bura gəlmişik. Bağışlayın bizi şah səhv gəlmişik deyəsən, səfər tarixi ilə bağlı səhvimiz var, düyməni 36 əvəzində Əzinə 525 basmışıq, üzr istəyirik. Şahım, əslində biz gələcəkdən gəlmişik. Mən Azərbaycanın rəhbəriyəm. Bu yanındakı da, necə deyim, qonşumuzdur, biraz problemli adamdır. Bir dəqiqə, siz həqiqətən Şah İsmailsınız? Telefonumda live atsam görəsən 1501-ci ildə internet tutur. O əlindəki büt nədir? Niyə ona sarı danışırsan? Cadugərsənmi? Heç cadu yoxdur. O zaman uzaqlaş. Yox şahım, o cadu deyil, sadəcə Nikolun xasiyyətdir. Hər şeyi çəkib paylaşmalıdır. Facebookda hər gün ürək işarəsi paylaşır. Həm də musiqiçidir. Dostlar, unutmayın ki, mən demokratik yolla seçilmişəm. Xalqın mandatı məndədir. Yəni məni bu ilhamdan fərqləndirən əsas cəhət budur. Xalq seçib? Məgər sənin nəslin peyğəmbərə yaxud keçmiş bir xalqana dayanmır? Xalq adamı necə rəhbər edər? Şahım, dövr dəyişib. Amma bəzi şeylər eynidir. Baxın, bu Nikol hələ də xəritəxta. Sizin dövrün xəritəsini görsə, yəqin infarkt keçirər. Çünki burada onun ölkəsinin yerində ancaq sizin bəyləriniz var. İlham Heydərviç, xahiş edirəm, xəritə mövzusuna girməyək. Şahın əlindəki qılın çox itidir. Xəritə söhbətini bağlayaq, yoxsa tamam biabır olarıq. Yox, sən səhv deyirsən, mən haqlıyam. Bəsdir ayıbdır, yeri deyil, hövsələn olsun. Sən sus! Bəsdirin! Bezdirdiniz məni! Al bu qələmi, yaz fərmanı. Yaz ki, şahın hüzurundan nahaq danışanların dili kəsilər. Yox! Şah həzrətləri, mən artıq velosiped sürürəm, mən tamamilə dinc adamam. Vallah doğru deyirəm. Şahım, çox da üstünə getməyin. Onsuz da vaxtımız azdır. Zaman maşını bizi 2026 ilə geri aparmalıdır. Sən də ağıllı ol. Səninlə sonra danışacağam. Qoy başım açılsın bu döyüşlərdən. İlhamın tez gəl, məni xilas elə. Nə? Gedin! Tez olmalıyam!